Bəzi qardaşlarda görürsən, eşidirik ki, özləri özlərinə təskiyə verir. Deyir, mənim dilim belə olsa da qəlbim təmizdir. Əsəbləşəndə həddi aşır, əxlaqsız kəlmələr işlədir və s. Ümumiyyətcə, insanların qəlbini qırır, danışığına fikir vermir. Lakin nə deyir? Deyir, qəlbim təmizdir, mənim dilimdədir bu. Belə bir söz var, deyir, dil qəlbin çömçəsidir. Qardaşlar, sağlam qəlbin əlamətləri var. Sağlam qəlbin bəhrəsi nədir? Əzaların düz olmasıdır. Müsəlmanın qəlbi sağlam olarsa, Allahdan qorxarsa, neynir? Bəhrəsini üzə verir. O artıq danışanda da ehtiyat eləyir. Əlinə də fikir verir. İnsanlara əlindən və dilindən nədir? Zərər gəlmir. Nə üçün? Çünki qəlb sağlamdır. Ağacın sağlam kökünün olmasının əlaməti nədir? Onun gözəl budaqlarının gözəl və meyvələrinin sağlam olmasıdır. Ki, sən onunla başa düşürsən ki, bu ağac sağlamdır. Bu ağacın kökü sağlamdır. Ona görə müsəlmanın əməllərinin, dilinin, əməllərinin yaxşı olması nədir? Onun əlamətidir ki, onun qəlbi sağlamdır.